Aha. Qruplar üzrə maksimum və minimum oksidləşmə dərəcəsi. Görək bunları necə tapırıq? Maksimum və minimum oksidləşmə dərəcəsi. Neçə qrupumuz var deyə soruşsaq, 8 qrupumuz var. Amma biz 8-ci qrupu istifadə etmirik. Çünki onlar təsirsiz qazlardır. Heç bir birləşmə əmələ gətirmirlər. Ona görə qruplardan 7-sini istifadə edəcəyik. Birinci qrup, ikinci qrup, 3, 4, 5, 6 və 7-ci qrup. Və bu qrupların maksimum oksidləşmə dərəcəsi elə qrupun nömrəsinə bərabərdir. Müsbət 1, müsbət 2, müsbət 3, müsbət 4, müsbət 5, müsbət 6 və müsbət 7. Maksimum bu şəkildə tapırıq. Minimumda isə biraz fərqli olacaq. Birinci, ikinci, üçüncü qrupumuz, bunlar metallardan ibarətdir deyə mənfi ola bilmir. Mənfi ola bilmir. Nəyə görə? Çünki metallar heç zaman elektron almırlar. Ancaq elektron verirlər. Ona görə bunların minimum oksidləşmə dərəcəsi 0 olacaq. 1, 2, 3-də 0 olacaq. Digərlərinin minimum oksidləşmə dərəcəsini tapanda isə qrupun nömrəsi çıx 8. Qrupun nömrəsi neçədir? 4. 4 çıx 8 bərabər mənfi 4. Qrupun nömrəsi neçədir? 5. 5 çıx 8 mənfi 3. 6 çıx 8 mənfi 2. 7 çıx 8 mənfi 1. Deməli, digər qrupların minimum oksidləşmə dərəcəsi qrupun nömrəsi çıx 8-dir. Sadəcə 1, 2, 3-də isə minimum 0-dır. Səbəb də onların metal olmasıdır. Bu belə, bunu da dedik. Sonra, gəlin elə bax burada olmuşkən, hər qrupun baş oksidinin və baş hidridinin formunu təyin edək. Görək onların baş oksidi, baş hidridi necə olacaq? Deməli, yenə yazıram. 1, 2, 3, 4, 5, 6 və 7-ci qrup. Yenə də 8-i yazmıram, çünki 8-in birləşməsi yoxdur. Baş oksid. Oksid deyəndə nəyi nəzərdə tuturam? RO. Baş hidrid deyəndə isə RH. Sadəcə olaraq indeksi müəyyən edəcək ki, necə tapıram. İndeksi müəyyən edəndə baş oksidlərin indeksi müəyyən etmək digərlərinə nisbətən daha asandır. Nəyə görə? Mən oksigenin valentini bilirəm ki, 2 valentlidir. Bunların isə, baxın, oksidlərində bu R ilə işarə elədiyim hər hansı bir bu qrupdan hər hansı bir elementdir. Məsələn, 1-də yazmışamsa, birinci qrupun hər hansı bir elementidir. Və hər qrupun valenti özünə bərabər olacaq. Deməli, R elementi birinci qrupdadırsa, valenti 1-dir. Valentliyi necə təyin eləyirdik? Biri digərinə bölünürsə, böyük kiçiyə bölüb, kiçiyin ayağında cavabı yazırdıq. 2-ni 1-ə bölürəm, R2O. Deməli, bunun ümumi formulu R2O olacaq. Məsələn, birinci qrupdan natrium, kalium götürsəniz, natrium 2O, kalium 2O. Yəni, oksidi belə olacaq. Sonra keçək ikinci qrupa. RO, oksigen 2 valentli. Bu da dedik, ikinci qrupda olduğuna görə bu da 2 valent olacaq. 2-2 ixtisar getdiyinə görə heç bir rəqəm yazmırıq. Elə RO qalır. Sonra keçək üçüncü qrupa. Oksigen 2 valentli, erim olacaq 3 valent, çünki üçüncü qrupda yerləşir. Bir-birinə bölünməyən ədədlərdirsə çarpaz yazırıq. Yəni, R2O3. Dördüncü qrupda. RO yenə 2, yenə 4. 4-ü 2-yə bölürəm, 2. RO2, 5. 5-lə 2 bölünmür deyə R2O5 çarpaz yazıram. Sonra RO, bu oldu 6, bu oldu 2. 6-nı 2-yə bölürəm, 3. RO, bu 7-dirsə, bu 2-dirsə, necə olacaq? R2O7. Bu, bunun baş oksidi. Baş hidridləri necə təyin edirəm? 1, 2, 3-cü qrup metal olduğuna görə, bax, bunlarda oksidləşmə dərəcəsi ilə getsək daha yaxşı olar. RH, RH, RH. Bu neçə olur? Müsbət 1.
Bu müsbət 2. Bu isə müsbət 3. Müsbət 2, müsbət 3. Əgər yanında, baxın, hidrogeni qeyd eləmişdim ki, oksidləşmə dərəcəsi müsbət 1-dir. Əgər yanında metal yoxdursa, yanında metal varsa, hidrogen olacaq -1. -1, -1. Qeyri-metal olarsa, bəli, o zaman olacaq müsbət 1. Amma mən bilirəm ki, birinci, ikinci, üçüncü qrup metal olduğuna görə burada artıq erlərim olacaq müsbət. Burada da yenə, belə deyim, ədədi qiymətinə gedirik. Yəni, işarəsinə baxmırıq. 1 1-dirsə bölünmür, RH olur. 2-ni 1-ə bölürəm, 2, RH2. 3-ü 1-ə bölürəm, 3. Yəni, işarəsinə baxmıram. Sonra keçək digərlərinə. RH, 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 yenə RH. Baxın, burada 4-ü də yenə müsbət 4, -1. Bu şəkildə yazıram. Maksimumu ilə gedirəm. Yenə olacaq RH4. Amma bunlarda isə minimum oksidləşmə dərəcəsi. Bunda daha doğrusu həm minimumu, həm maksimumu müsbət 4, -4. Ədədi qiymət isə 4 olduğuna görə belə yazdım mən. Yəni, -4 olur əslində. Yenə də bunun 5-ci qrupun bayaq qeyd eləmişdim. Minimum oksidləşmə dərəcəsini necə tapırdıq? 5 çıx 8, 3. Yəni, -3. Bu neçə olurdu? Müsbət 1. 3-ə 1-ə bölürəm, 3. Sonra yenə bu müsbət 1, bu müsbət 1. Burada da bu arada 6-cı qrupun minimumu neçə idi? 6 çıx 8, -2. 7-də 7 çıx 8, -1. RH3, RH2, RH. Bax, bu şəkildə də bunların baş hidridlərinin formulunu təyin edirik. Bir də burada atom radiusu, onu da qeyd edim. Ədəd olaraq, qiymət olaraq üstü azalırsa, yəni mənfiyə doğru gedirsə, radius artacaq. Məsələn, x-in üstü k müsbət, x-in üstü 0, x-in üstü k mənfi. Getdikcə radius böyüyəcək. Bax, bu şəkildə. Yəni, ədəd olaraq üstü azaldıqca radius böyüyür. Atomun radiusu. Sonra burada başqa nə var? Dövr üzrə və yaxud da qrup üzrə bəzi xassələrin dəyişməsinə baxaq. Deməli, biz dövr deyəndə hansı gedişi nəzərdə tuturduq? Soldan sağa. Qrup deyəndə isə yuxarıdan aşağı gedişatı nəzərdə tuturduq. İndi dövr daxilində və yaxud da qrup daxilində xassələrin dəyişməsinə baxaq. Dövr üzrə soldan sağa və qrup üzrə isə aşağıdan yuxarı. Aşağıdan yuxarı. Mən bunu son düz çəkeyim, çaşdırmasın. Deməli, dövr üzrə soldan sağa, qrup üzrə aşağıdan yuxarı. Hansı xassələr artır? Gəlin ilk öncə artan xassələrə baxaq. Artır. Deməli, oksidləşdiricilik, oksidləşdiricilik, elektron mənfilik, daha sonra qeyri-metallıq. Bu arada qeyri-metallıq oksidləşdiricilik, metallıq reduksiya edicilik. Bu iki, belə deyim də, cütlük kimi gedir. Sonra ionlaşma enerjisi, bir də elektronu alma qabiliyyəti. Elektron alma. Bax, bu xassələr bu istiqamətdə getdikcə artacaq. Yəni, tutalım ki, x bir element burada dayanır, burada z elementi var, burada da bir dənə k elementi olsun. Məndən soruşacaq ki, bunu hətta belə deyək. Baxın, tutalım ki, belə dövr hissədən kiçik bir hissə verir. Məndən soruşacaq ki, ən çox oksidləşdiricilik hansındadır? Ən çox oksidləşdiricilik, mən demişdim, axı belə və belə gedəndə artır. Ən sonda kim dayanıb? K. Deməli, ən böyük oksidləşdiricilik K-dadır. Ən kiçik kimdədir? Ən aşağıda kim durub? X-də. Deməli, ən kiçik X-dədir. Ortada da Z qalacaq. Ümid edirəm ki, aydındır. Digər xassələrdə eyni qayda ilə gedir. Demək, belə və belə yuxarı və sağa gedəndə bu yazdığım xassələr artacaq. Bəs gəlin görək, azalan xassələrimiz hansıdır?
Həmin gedişat üzrə. Yenə gedişatımız dəyişməyəcək. Gedişatımızı necə yazmışdıq biz? Qrup üzrə yuxarıdan aşağı, dövr üzrə soldan sağa. Hansı xassələr azalır? Deməli, azalan xassələr, baxın, bayaq oksidləşdiricilik yazmışdıq. Oksidləşdiriciliyin əksi nədir? Reduksiya edicilik. Reduksiya edicilik. Sonra qeyri-metallığın əksi nədir? Metallıq. Metallıq. Deməli, metallıqla da reduksiya edicilik bir cütlükdür. Sonra elektrona hərislik. Elektron mənfiliyin əksi. Elektrona hərislik. Bir də elektron vermə qabiliyyəti. Elektron vermə qabiliyyəti. Bunu necə sübut eləyə bilərik? Biz bayaq demişdik ya, metallar daha çox elektron vermə qabiliyyətinə malikdir, elektronu almırlar. Metallar da harda yerləşir? Əvvəldə yerləşir da 1, 2 və 3-də yerləşir. Sonra gələnlər qeyri-metallardır. Və görürsünüz, elektronu vermə qabiliyyəti getdikcə bax, bu istiqamətdə və bu istiqamətdə azalır. Doğrudan da belə gedəndə metaldan qeyri-metala keçid eləyirəm deyə metallıq da azalır. Çünki 1, 2, 3-də qaldı. Əvvəldə qaldı metallıq. Və elektronu verəndə metal idi. Qeyri-metal o qədər də meyilli deyil elektron verməyə. Ona görə də bax, bu istiqamətdə bayaqki kimi yenə x, y, z ilə ifadə eləsəm, bu şəkildə yazsam, daha doğrusu ən az reduksiya edicilik, bax, ən çox reduksiya edicilik x-dədir, sonra gələcək y, sonra gələcək z. Çünki nəyə görə? Belə və belə yazmışdım ki, bu istiqamətdə gedəndə reduksiya edicilik, metallıq, elektrona hərislik və elektron vermə qabiliyyəti azalır. Bir də burada bizə məsələn bəzən sual verir ki, tutalım ki, 3-cü dövr üzrə hansı xassədə, daha doğrusu dəyişməyən nədir? Mən bilməliyəm ki, dövrün içində gedirəm. Bax, dövrün içində gedirəmsə, burada nə dəyişməyəcək? Yəni, dövrün daxilində. Dövrün daxilində elektron təbəqələrinin sayı dəyişmir. Dövrdə elektron təbəqələrinin sayı. Çünki elektron təbəqələri elə dövrün sayına bərabər olur. Məsələn, 4-cü dövrdə yerləşirsə, deməli 4 təbəqə üzrə paylanıb. 2-ci dövrdə yerləşirsə, deməli 2 təbəqə üzrə paylanıbdır. Yəni, dövrdə elektron təbəqələrinin sayı dəyişmir. Dəyişmir. Bəs qrupda nə dəyişmir? Qrupda da dəyişməyən nəsə varmı? Bəli, var. Qrupda da valent elektronlarının sayı ilə maksimum oksidləşmə dərəcəsi dəyişmir. Çünki nəyə görə? Qrup özü elə valent elektronlarının sayına bərabərdir. Daha doğrusu valent elektronlarının sayı qrupun nömrəsinə bərabərdir. Deməli, bir qrupun içində mənim valent elektronlarımın sayı dəyişməyəcək. Həmçinin maksimum oksidləşmə dərəcəsi. Mən tutalım ki, 2-ci qrup üzrə gedirəmsə, bunların hamısının maksimum oksidləşmə dərəcəsi müsbət 2-dir, dəyişməyəcək. Minimumlarda isə, bəli, minimumlarda bəzən dəyişiklik ola bilər. O da istisna elementlərə görə olur. Başqa burada deyəcəyim bir şey qaldı mı? Başqa deyəcək bir şey